Hörmətli valideynlər, əziz şahidlər, müəllimlər, hər birinizi məktəbimizdə xoş gördük. Valideynlər, çox sağ olun ki, tədbirimizə töhfə verib gəlib iştirak edirsiniz. Bugün 21 fevral dünyada beynəlxalq ana dili günü kimi qeyd edilir. Azərbaycan dili bizim hər bir xalqın, daha doğrusu ana dili hər bir xalqın, dövlətin, onun tarixini, mədəniyyətini özündə əks etdirən onun milli sərvətidir. Qoy ana dilimiz həmişə yaşasın, yüksəlsin, zənginləşsin. Gəlin milli ana dilimizi qoruyaq, onu daima yaşasın.